Bu bir dəqiqə bunu öncədən deyim. Bunu o qədər bayılmışdım. Mamama da gedib göstərmişdim ki, bu çox qəşəngdir falan. Mama deyir, bunu kim eləyim? Deyirəm, amma mənim izləyicilərimə gedir, fanat hesablar falan, fan hesablar. Səhv bilmirəmsə, bu pianino çalma o mahnını mənim çaldığım hansısa videodan götürüb. Düzdür? Mənim o pianino çaldığım videodan götürüb arxa plana o səsi qoyub deyə düşünürəm. Ya da musiqini özündə qoymuş ola bilər, amma mənim çaldığımı götürüb oraya qoyubsa çox qəşəngdir. Və o hissədə də gözlərimi ön planda olur, çox qəşəngdir. Yəni baxın. Çox hətta öz gözlərimə belə baxanda çox duyğulanmışdım açıqcası. Videonun mənfi tərəfi. Bu videoda mənfi tərəf bu da gərəkdiyindən uzundur. Yəni necə başlamışsınız? Uzundur da, yəni. Sonradan bir pis görüntüyə doğru gedir. Yəni yavaşlatma ilə çox pis görünmüşəm də ondan sonrasında olan hissələrdən. Amma tam elə gözüm bağlanan hissədə video bitə bilərdi, amma ondan sonrasında da var deyə. Biraz qəribə oldu video, amma ilkləri çox qəşəngdi, mən çox bəyənmişdim. Üzümə belə baxıram falan. Oradakı Nuray özü çox xoşbəxtdir. Şu andakı Nuray da xoşbəxtdir, amma oradakı xoşbəxtliyi bir fərqli idi nəsə.